Bugün sizə daha bir səssiz qəhrəmanımızı təqdim edirik. Onun alqışa ehtiyacı olmayıb, sadəcə qorxuncunu susturaraq sevgisini önə çəkmişdir və qızına bizim komandanın yardımı ilə bir börəyini verərək həyatını xilas etmişdir. Ona ikinci dəfə həyat bəxş etmişdir. Bizə və qızınıza nə demək istərdiniz? Sizin hepinize bu hayatta uğurlar arzulayıram işinizdə. Sanki mənim qızım yeniden doğulur, mən bunu belə başa düşürəm. Və bu işi gördüyünüz üçün bütün kollektivizə təşəkkür edirəm. Yaxşı ki varsınız. Mən də bir ata kimi bu məcburiyyət yox, ümumiyyətlə bu hadisə eşələndə ki bu lazımdır, demək lazımdır. Bunu yoluna qoymaq üçün mən lazımam. Mən də onda oldum və Allah'ın izniyle her şey yaxşıdır sizlərin köməklə. Var olasınız, Allah sizi var eləsin. Çok sağ olun. Doğrudan Respublikamızda bu kadar gözəl inkişaf edib. Mən həqiqətən bu ömrümün bu yaşında mən Beliz Zəfət Xəstəxanada olmadım. Və inkişafı görən düzdür, hər yerdə çatılmazlıqlar ama çok şükür, çok güzel. Çok güzel. Teşekkürler bize. Çok sağ olun. Yəni transplantasiya tibblə insanlığın eyni nöqtədə birləşdiyi bir hadisədir, bir əməliyyatdır, necə deyirlər, və böyük bir komanda tərəfindən icra olunur. Ən kiçik tibb işçisindən tutmuş, tibb bacıları, koordinatorlar, nefroloqlarımız, infeksionist həkimlərimiz, anestezioloqumuz, cərrahlar və daha digər qrup həkimlərin iştirakı ilə icra olunan bir əməliyyatdır. Daha bir uğurlu əməliyyatımızın sonuna gəlmişik və donorumuzu evə yola salmağa hazırlaşırıq. Sağ olun.